Məsələn, mən hər duxunu vururam. Cürbəcür duxu. Armanisi vururam, nə bilim, vanil vururam, bunu vururam. Hermes vururam, hər cür vururam. Amma bir dənə duxudur ki, o da Gucci raşdır ki, kişi qoymur vurmağa. Sadəcə Kocişlə bayra, Bakıya gələndə getirəcəm. Kocişlə bayra çıxanda onu vururam. O da mənim raşımdır. Vurum da daha evdədir də. Vurum. Düzdür, yatıb indi. Eybi yox, vurum. İndi düzdür, yatıb. Amma eybi yox. Yəni, mən bunu vuranda məndən həmişə soruşurlar ki, bax, Qurana and olsun. Arzu, üstündə nə var? Atam bıraxmayıb, ha? Allaha and olsun, bilmirəm niyə. Hər kişi də fərqlidir. Mən cəmaatın kişilərinə yəli eləyə bilmərəm. Pox yərəm ata-batamdan. Amma, mənim yoldaşım единственный duxudur ki, məni vurmağa qoymur. Deyir, şortiklə gez, topiklə gez, bu duxunu vurma. Çox cəlb edici duxudur. Mən özüm də sevirəm. İllərin duxusudur. Bəlkə bir 15-16 ilin duxusudur. Yenə deyirəm, zövqlər müxtəlifdir. Bəli, mən sevirəm bacı. Mən bunu 2018 yaşından vururam. Və hələ bir günüm yoxdur ki, mənim qardırobumda quçuraş olmasın. Və sadəcə Kocişimin yanında rıqıdı olanda onda vururam. Və yaxud oyuna gezintilərə çıxanda onda vururam. Bəli. Dalə, sən batırmısın.